Mən də öz növbəmdə hacıların, məddahların, axsaqqalların təbriklərinə qoşuluram bu mübarək günü. İlk növbədə cahanın sahibi olan Həzrət Hüccət İbn Həsən əleyhissalama və bərhəq naibi olan rəhbər müəzzəm inqilabı məraci təbliğdə və ümumi mömininə təbrik ərz edirəm. Gözəl bir gündür. Belə bir insanın təvəllüdü, viladəti, doğum günüdür ki, Əhl-i Beytə zinət adlanır. Hanımın müxtəlif ləqəbləri Əhl-i Beyt əhalisində gəlib, müxtəlif cür, müxtəlif formalarda tərif ediblər xanımı. Məsələn, Həcr Rafiqə deyən kimi ki, xanım 5 yaşında Həzrət Zəhra Salamullah Əleyhanın xutbəsinin ravisidir. İbn Abbas xanımdan rivayət edir, orada deyir, Nəqələtni əqilətuna, bizim nəsilimizin ən ağıllısı, ən ağıllı qadını mənə nəql edibdir. Bəni Hakimin əqiləsi kimi xanımı mərifə edir. Adını çəkmir, əqilətuna deyir. Bizim əqiləmiz, bizim düşünən beynimiz, düşünən mütəfəkkir məğzimiz mənə nəql edibdir. İbn Abbas belə mərifə edir xanımı. Ya İmam Zeynəl Abidin əleyhissalam o xanıma müraciət edəndə buyurur, Ənti alimətun qeyrə mualləmə. Xanım, bibi, sən elə bir alimsən ki, bir kəs sənə təlim etməyib. Fəhimətun qeyrə müfəhhəmə. Elə bir düşüncəlisən ki, sənə kimsə düşündürməyib. Xanımı bu cür tərif ediblər. Ümumiyyətlə, bir insanın formalaşmasında, kamilləşməsində nə qədər amil vardısa, hamısı xanım Zeynəb Salamullah Əleyhada var idi. Bir amil, ailə amilidir ki, pak mütəhhər ailədən olsun, xanımın ata-anası və cəddi məlumdur bəşəriyyətə. Bir amil, insanın mürəbbi və tərbiyəçi və müəllimi və insanın öyrədəni, tərbiyəçi amilidir ki, xanım həm Həzrət Zəhra Salamullah Əleyhadan öyrənib, sonra müəllimi, müdərrisi Həzrət Əli ibn Əbi Talib olub. Bu bir ikinci amil xanımın kamilləşməsində, tərbiyəsində. Üçüncü amil mühit amilidir ki, xanım elə bir mühitdə böyümüşdü ki, Seyyid-i Şühəda o mühitdə var idi. İmam Həsən-i Müctəbə əleyhissalam o mühitdə var idi. Belə bir mühitdə, elə bir insanın həyat yoldaşı idi ki, doğulanda, bilirsiniz, xanımın yoldaşı Əbdullah ibn Cəfər idi. O Cəfər ki, xanımın belə bizim dildə qaynatası Cəfər Zülcinaheyn deyilirdi. Bizim dildə, bizim cəmiyyət Cəfəri Təyyar kimi tanıyır onu. Mu'tə müharibəsində əlləri kəsildi, amma İslamın bayrağını qoymadı düşsün. Dişi ilə saxladı İslamın bayrağını, ta şəhid oldu. Elə bir şəxs idi ki, elə bir şəxs idi ki, şəhadət xəbərini Cənab-ı Cəbrail Həzrət Rəsulullah'a verdi. Bu xanımın həyat yoldaşının atası, qaynatası. Belə bir mühitdə üç amilin üçü də ən əla formada idi xanım Zeynəb Salamullah Əleyhanın kamilləşməsində. Bir də ki, şəxsi xüsusiyyət amili var ki, xanımın şəxsi çıxarı, onu da ki, İmam Zeynəl Abidin əleyhissalamın dilindən eşidilir ki, Ənti alimətun qeyri mualləmə. Siz elə bir alimsiniz ki, sizə təlim olunmur. Xanıma əqilətul ərəb deyilir. Ərəbin düşüncəli qadını, ən gözəl düşünən qadını, ən ağıllı qadını. Ümumiyyətlə, elm, düşüncə, əql bizim rivayətlərdə bir neçə cür vəsf olub bizim üçün. Bəzən Səd Ənsari deyir, bir gün Peyğəmbərin yanına gəldi, buyurdu ki, ərz edir, ya Rəsulallah, deyəsən təbliğə getmişdi. Ya Rəsulallah, elə bir yerdən gəlirəm ki, ənnas fiha kəlbəhaim. Orada adamlarla heyvanatda heç nə fərqi yoxdur.
Elə bir cəmaatdırlar ki, heç nəyi düşünmürlər. Bədbəxt bir cəmiyyətdir, o cəmiyyətdir ki, o qədər cahil ola heç nəyi düşünməyər. Həzrət Rəsulullah cavabında buyurdu, Səd, sənə bir cəmiyyətdən xəbər verim ki, bundan da bədbəxtdırlar. Səddən sonra təəccüb edir ki, ya Rəsul, bundan da bədbəxt adamlar olar, cəmiyyət olar ki, mən deyirəm sizə, heyvanatı ilə onlarda bir şey yox idi. Yiyir, içirdilər, onlar da heyvanatı kimi heç nəyi düşünmürdilər. Peyğəmbər buyurdu, var. Bu cəmiyyətdən də aşağısı var. Əla uxbirukə bi'əcəbə min zalik. Sənə, Səd, bundan təəccüblüsünü də mən xəbər verim. Ya Rəsulullah, kimdə olar buyurdu? Qovmun əlimu ma cəhilu. Haulâi sümmə cəəlu ilməhum cəhla. Bir qovm ki, bilir, düşünür, sən dediyin o bilməyən şeyləri bu qovm bilir. Amma özünü vurur cahilliyə, avamlığa, düşüncəsizliyə. Bu elmdən sonra düşən cəhalətə olan qovm ən bədbəxt qovmdur. Sən dediyin belə bir şey Allah sonra qiyamət üçün deyəcək, bilməyiblər, keçəcək edəcək onlar üçün. Amma bir qovm var, düşünürlər, alim qovmdur, ağıllı qovmdur, yaxşı ilə pisi ayrırlar. Zafçasının yaxşısı ilə giydirməsini ayırt edə bilirlər. Amma gəlib dinə çatanda nəyin din olduğunu, nəyin din olmadığını düşünə bilmir. Yox, bu qovm özünü avamlığa vurur, bu qovm özünü cahilliyə vurur. Bu qovm üçün keçəcək yoxdur, bu qovm ən bədbəxt qovmdur. Bu cəmiyyət məhvə məhkum bir cəmiyyətdir. Xanım Zeynəb salamullahi əleyha elə bir cəmiyyətin içində Əqilətül Ərəb ləqəbi almışdı ki, o cəmiyyətdə bu deyilənlərdən hər cürü var idi. Bir hədis deyim Peyğəmbər sallavatullahdan inşallah, bunu ilə də bunu Həzrət Zeynəb salamullahi əleyhada tətbiq edib qutarı ərzimizi. Həzrət Peyğəmbər buyurur, İnnə əqələn nas mən ərəfə rəbbəhu fəətəəh. İnsanların ən ağıllısı o şəxsdir ki, 4 dənə xüsusiyyət onda olar. Bu qədər ki, deyirik, xanım Əqilətül Ərəb idi, bəzən alimlər deyirik, ziyalılar deyirik, cəmiyyətdə görürsən, bəzən ziyalı gördüyümüz insanlar görürsən, həqiqətdən heç nə düşünmürlər, baxıb görürük, elə bir axmaq addımlar atırlar. Həzrət Peyğəmbər buyurur, ağıllı insanlar, insanların ən ağıllıları odur ki, 4 dənə xüsusiyyət olurlardı. Birinci budur, xüsusiyyətdir ki, ərəfə rəbbəhu fəətəəh. Birinci odur, Rəbbini tanıya və ondan itaət eləyə. Baxın, bir xanım Zeynəb salamullahi əleyha görürük Kərbəla səhnəsində. Düzdür, tariximiz naqisdir. Xanımın Kərbəladan qabaqki həyatını bizə o həddə çatdıra bilməyib. Senzura olub tarixlərdə bəlkə də gəlib çatmayıb əlimizə. Amma bir parça həci buyurdu ki, 45 dəqiqəlik, 50 dəqiqəlik Kərbəla səhnəsində xanım elə parladı ki, bir dünya sözdür bizim üçün. Amma tariximiz naqisdir, əvvəli bizə bilinməyib. Bir dənə Kərbəla səhnəsində xanımın Allah tanımağına baxın. Aşura gecəsi səhər müharibə olacaq, hamısı da bilir müharibənin sonunda 72 nəfərlə qoşuna qarşı çıxacaqlar. Kimlər sağ qalacaq, heç ümid yoxdur kiminsə sağ qalmayına. İmam Zeynəl Abidin salamullahi əleyha nəql edir o gecədən ki, xanım o gecə belə Allahla razı niyazını kəsməmişdi, Allahını belə tanımışdı. Aşura günü bu müsibətlərdən sonra xanım bu müsibətləri ki yaşamışdı, xeymegahla qətilgahın arasında gezmişdi, düşmənin zülmünü insanlara çatdırırdı. Bu müsibətləri yaşamışdı. Həzrət İmam Zeynəl Abidin buyurur, Aşura günü də hətta axşam gecə namazını tərk edəmədi xanım. Kərbəla səhnəsində Hüseyin ibn Əli kimi bir bəşəriyyətin ən kamil formasını qurban vermişdi. Amma Allaha xitabən gör necə deyir, Allah bizdən bu azı qəbul elə. Bu xanımın Allah tanımağı idi ya. Bu azı bizdən qəbul elə. Az dediyi şəxsiyyət İmam Hüseyin əleyhissalam idi ya. Gör Allahı necə tanımışdı xanım. Birinci xüsusiyyət budur, insanların ən ağıllısı odur ki, Allahını tanıya və itaət eləyə. İkinci xüsusiyyət odur ki, və ərəfə əduvvəhu fəəsah. Yaxşı, Allahını tanıdı. İkinci odur, düşmənini tanıya və düşməni ilə mübarizə apara bilər. Düşməninin tilovuna
düşməyə, düşməninin ovuna düşməyə. Tek Allah tanımaq kifayət eləmir. Quran ayəsində nə deyir? Və laqad ba'athna min fi kulli ummetin rasulan an i'budullah və ictanibut tağut. Hər yerdə ki Allah ibadəti deyilir, bizə deyir tağutdan uzaq olun. Biz deyir peyğəmbərləri göndərdik hər bir ümmətə. Birinci budur, Allahın ibadətinə çağırsınlar və ictanibut tağut. Sonra da ikinci tapşırıqlarıdır, tağutdan uzaq olsunlar. Peyğəmbərlərin missiyası da hətta bundan ibarət idi ki, tek Allah'a çağırmırdılar, tağutdan uzaq olmağı deyirdilər. Ayət-əl Kürsüdə nə deyirik? Və mən yəkfur bit tağut və yu'min billah. Burada tağuta küfrü hətta imandan qabaq zikr edir Ayət-əl Kürsüdə. Böyük ayədə də bunu namazlardan sonra zikr edir. Hər kəs tağuta kafir ola, sonra Allah'a iman getirə. Ki dalında sayırda onun xüsusiyyət. Fəqəd istəmsəkə bil urbətil vusqa lənfisaməllaha. O adam da artıq ona ölüm yoxdur bizim dildə desək. Quran belə deyir. Fəmən yəkfur bit tağut. Birinci xüsusiyyəti o ola ki, tağuta kafir ola. Həzrət Zeynəb salamullahi əleyhanın istər Kərbəla səhnəsində, istər Kərbəla səhnəsindən sonra düşmənlə mübarizəsində düşmənini nə həddə tanımışdı, Həzrətin xutbələrindən məlum olur. Həzrətin ən böyük qəhrəmanlığı Kərbəla səhnəsindən sonra aşkar olur. Baxın, Kufə cəmaatı ilə, ondakı Kufə cəmaatı xanımın müxatəbini bir başqa cür danışırdı. Bi'sə ma fəəltum li axirətkum, li uxrakum. Siz neynədiniz öz axirətiniz üçün? Bədbəxt elədiniz özünüzü. Bu Kufə cəmaatı ilə də. Ondakı o cəmaat ki, qafil cəmaat idi, cahil döyürdülər. Düşünürdülər, elmlərindən sonra cəhlə vurmuşlar özlərini. Özlərini anlamazlığa vurmuşdular. Çünki o xəbərləri yoxdur ki, gələn kim idi. Orada xanım onları ifşa edir. Bi'sə ma fəəltum li axirətikum. Siz nə pis iş gördünüz öz axirətiniz üçün? Ağlayın, ağlamalısınız. Sizin hələ haqqınız budur, ağlayasınız. Siz bədbəxt insanlarsınız ki, bilə-bilə özünüzü bilməməzliyə vurdunuz. Düşünə-düşünə özünüzü axmaqlığa vurdunuz. Bu Kufə cəmaatı ilə xitabındadır. İbn-i Ziyad onun məclisində bir başqa cür xanım xitab edir. Ondakı İbn-i Ziyad xanımın əqaidinə, dinin əqidəsinə hücum edir, onda əqidə ilə cavab verir, deyir, öz cinayətinizi Allaha nisbət verməyin, siz öldürmüsünüz Hüseyin ibn Əlini və mühakimə olunmalı sizsiz, Allah deyir. Ondakı görür, əqidəyə hücum olur. Yezidin məclisində tam bir başqa cür xanım çıxış edir. Yezidin məclisində qovğa edir, Quran ayələri ilə başlayır xanım Yezidin məclisində. Yezidin məclisində xanım artıq Yezidi İslamdan xaric bir din xəlifəsi kimi mərifə edir cəmiyyətə. Orada Quran ayəsi ilə başlayır xanım. Orada buyurur, Yezid ki, onda xanımı məğlub kimi istəyir mərifə eləsin. Orada deyir ki, Yezid deyir ki, gördünüz Allah sizi necə fəzih, biyabır elədi. Xanım cavabında buyurur, İnnəmə yəftəzihul fasıq və huvə qeyruna. Biyabır olası bir insan varsa o fasıqlardır, o bizdən başqadır, o sənsən Yezid. Sonra ayəni, o Ali İmran surəsinin 169-cu ayəsini oxuyur. Fəla yəhsəbənnəl-ləzinə kəfəru ənbatən bəl əhyaun ində rəbbihim yurzəqun. Siz o insanları ki, qutilu fi səbilillah, öldürülüblər Allah yolunda, siz onları ölü saymayın. Onlar yaşayırlar, diridirlər. Ya bir başqa ayəni xanım zikr edir Yezidə ki, Yezid sən özünü qalib düşünürsən bu cəmiyyətdə. Və la yəhsəbənnəl-ləzinə kəfəru numli ləhum liyezdadu xeyra. Belə düşünməsin o insanlar ki, kafirdirlər. Biz onlara möhlət veririk, onlara yaxşı iş görməklərinə görə möhlət veririk. Biz onlara deymirik, nazı nemət içindədirlər, elə bilirlər ki, artırmaq üçün biz onlara deymirik. Yox, onun üçün biz onlara möhlət vermirik. İnnəmə numli liyezdadu kufra. Biz ona görə onlara möhlət veririk ki, ta küfürlərində boğulsunlar, öz çirkinliklərində boğulsunlar. Xanım bu qəhrəmanlıqla Yezid məclisini məhvə uğratdı. Yezid siyasətini məhvə uğratdı. Necə ki, hədisdə var ki, din, İslam, Peyğəmbərin
vasitəsilə çıxmışdırsa, Hüseynin vasitəsilə qorunmuşdur. Din düşmənlərinə Peyğəmbər bir ləqəb vurmuşdu. Bu ləqəb unudulmuşdu İslam ümmətində. Tağuta bir ləqəb vurmuşdu Məkkənin fəthində. O ləqəb də bundan ibarət idi ki, onda ki, gəldilər təslim oldu İslam düşmənlər. Bir ömür müsəlmanların qanını tökmüşdülər. Malını əllərindən almışdı. Əbu Süfyan və onun külfəti. Şəcərə-i xəbisə, xəbis ağacı idilər. Onda Peyğəmbər gördü ki, qan su yerinə gedəcək Fəth-i Məkkədə. Bunları Peyğəmbər öldürmədi, qoymadı ölməyə. Bunlara amma bir dənə ləqəb yapışdırdı alınlarına ki, İslamın axirətinə qədər, axırıncı gününə qədər yaşasın bu ləqəb. Bu ləqəb unudulmuşdu. Onda ki, gəldi, ya Resulallah, bunları neyniyək? Buyurdu ki, İzhəbu əntumud tüləqa. Yerin gedin, siz tüləqasız, azad olunmuşdarsınız. Bu ləqəbi Bəni Üməyyənin təbliğat kampaniyası unutturmuşdu. Muaviyyənin siyasəti unutturmuşdu bu ləqəbi. İslam düşməninin ləqəbini. Xanım Zeynəb salamullahi əleyha Peyğəmbərin bunlara verdiyi bu ləqəbi ehya elədi məclisi Yəziddə. Dedi, yəbnə tüləqa, ey tüləqanın balası. Bunu İslam ümmətinə qaytardı. Bu izzəti qaytardı, necə ki bu zilləti Bəni Üməyyəyə Xanım Zeynəb salamullahi əleyha yapışdırdı alınlarına bu zillət ləqəbini ki, yəbnə tüləqa, ey tüləqanın balası, ey azad olunmuşların balası. Biz əzizlərin balasıyıq, bizə heç bir ləkə yapışmır. Amma bu ləqəbi Bəni Üməyyəyə İslam düşmənlərinə yapışdırır. Bu xanımın düşmənşinaslığı idi. Bu xanımın düşməni tanıyıb, düşmənin siyasətinə cavab olan atdığı addımlar idi ki, xanımı Əqilətul Ərəb deyib İslam dünyasında tanıtdırdı. Əqilətul İslam. Və iki xüsusiyyəti də sırf titirvari zikr edib keçirəm ki, əsas bu iki xüsusiyyətdə idi mənim məqsədim. Üçüncü xüsusiyyət buyurur, və ərəfə darə iqamətihi fə əsləhəha. Ən ağıllı insan odur ki, harda daimi qalacaq onu bilə, oranı təmir ediyə, oranı remont ediyə, oranı düzəldə. Harda müvəqqəti qalacaq, ora çox maya qoymaya, 3 günlük, 5 günlük yerə çox maya qoymazlar. Və ərəfə sürətə rəhiləha fətəzəvvədə ləha. Və miniyinin və yaşadığı bu canın sürətini bilə və ona uyğun ona qida verə. Bilə ki, nə sürətlə ölümə sarı gedir. Və ona uyğun qida verə. Elə qida hazırlamaya ki, o miniyib, o cismi onu yeməyəcək, ona qismət olmayacaq. O qədər çalışmıyor onun üçün ki, onun taqətindən kənardadır. Bilə ki, nə sürətlə gedir ölümə sarı. Ahirətini abad ediyə. Xanımın həyatında olan bu xüsusiyyətlər idi ki, xanımı Əqilətul Ərəb, Əqilətul İslam, Əqilətu Bəni Haşim etmişdi. Xanım bu baxışla ki, bu ləqəbi İslam düşmənlərinin alnına yapışdırdı. Xanım nəinki, nə tənha Əli əleyhissalamın zinəti idi, Cəddi Peyğəmbərin zinəti idi, İslamın zinəti idi xanım. Və zinət olaraq İslam üçün yaşadı. Bu məktəbin müəlliməsidir xanım. Bu xanımın həyatının hər bir nöqtəsi insanlar üçün ibrət dərsidir. Allah tanımağı, düşmən tanımağı, həyat tərzi, təfəkkür tərzi, düşmənlərlə mübarizə tərzi, bunlar hamısı bizim üçün ibrətdir. Və bunları ibrət olaraq düşünməliyik və xanımın həyatını diqqətlə izləməliyik. Və xanımın həyatında olan düşməni nə həddə kiçik görmək. Baxın, xanım əsirlər karvanında idi, düşmən o qədər qoşunla. Amma xanım gör necə düşməni kiçik görürdü. Dünya imperatorlarını, dünya generallarını bu həddə kiçik görməsə insanlar gərək imamlarını gözləməsinlər. Xanım bizə bunu göstərir ki, düşməni insan necə kiçik görə bilər? Mövlasını böyük görməklə düşmənini də tanıyır. Düşməni də ayağının altında kiçilər. Allah'a and verək, öz izzəti cəlalına bu xanımın şəfaətini cəmiyyən bizim halımıza şamil eləsin.
bu məclisləri arzulayan, bu mövludları arzulayanlar var, burada iştirak edə bilmirlər. Bu məclislərin əcrinə, savabına, onların da halına şamil edəsin inşallah. Bizi dünya və ahirətdə dostumuzu və düşmənimizi tanıyan insanlar qərar versin inşallah. Ağamız, Mövlamız Həzrət Hüccət İbn Həsən əleyhissalamın nazənin qəlbini bizdən razı, xoşnud edəsin. Biz o ağanın yar ənsarından və ağanı tanıyanlardan qərar versin və ağanın zuhurunda təcil edəsin. Vəssalamu aleykum və rəhmətullah. Salavat zikr edin. Muhammed